ən çox yorulduğunuz, amma buna dəyərdi dediyiniz an hansı olub? Ben söylediğim kimi biz cerrahların hayatında kritik anlar, yani onun profesyonel, yani ki peşəkar hayatında kritik anlar çok olur. Kritik əməliyyatlara girdiği anlar çok olur. Məsələn elə bir əməliyyata girirsən ki, xəstənin elə bir kritik anında əməliyyata girirsən ki, bilirsən ki, məsəl üçün bu əməliyyatda müəyyən bir vaxt uduzmaq xəstənin həyatı bahasına başa gələ bilər. Və həmin anda, zamanında həmin əməliyyatı edirsən və xəstənin həyatda görəndə, yəni həyatda tutanda, onda deyirsən ki, buna dəyərmiş. Həkimlik sizin üçün sadəcə bir ixtisasdırmı, yoxsa həyat tərzi? Həkimlik mənim üçün həyat tərzidir. Qısa və konkret həyat tərzidir.